Hər vaxtınız xeyir olsun, hörmətli Nix Avtoimport izləyiciləri, hər birinizi salamlayırıq. Hal-hazırda təmir prosesləri ilə sizə tanış etmək istəyirik. 4 avtomobilimiz buradadır, təmir prosesindədir. İlkin olaraq başlayaq Santa Fe'dən. 2022 model Hyundai Santa Fe'dir. Ön hissədən zədə ilə gəlib, aksiyondan hibrid modeldir. Hal-hazırda təmir prosesləri davam edir. Çox böyük bir işi qalmayıb. Burada işləri qalıb avtomobilimizin. Digər avtomobilimiz yenə də Hyundai'dır və Tucson modeli avtomobil vandalizm olaraq almışdı. Təkər problemidir. Damı spoiler sökülüb ki, təmir olunsun. Cızıqlar var idi, kraska alınacaq və ön kapotunda cızıqlar vardılar, kraska alınacaq. Avtomobilin vizual olaraq başqa heç bir zədəsi yoxdur. Növbəti avtomobillərimiz isə 2 ədəd Fusion'dur. Onları sizə göstərək. Yəni avtomobillərin alışı kimi təmir prosesini də müştərilərimiz bizə etibar etmişdilər. Fusionlardan biri budur, 2016 model. Avtomobilin nə az nə çox 19.000 mil cəmi probeqi var. Buradan görə bilərsiniz. Avtomobil tam ideal vəziyyətdədir. Yenə də ön hissədən zədədir. Qeyri-adi bir zədəsi yoxdur. Daxili detallar tamamilə salınmaqdır. Vizual detallar əzilib. Digəri də budur. Yenə də Fusion 2016 model. Eyni cəhətdən ön hissədən vizual olaraq zədələnməsi var. Kuzov olaraq tam salınmaq vəziyyətdədir. Siz də bu tip avtomobillərə sahib olmaq istəyirsinizsə, şirkətimizə müraciət edə bilərsiniz.